Salam, kanalıma xoş gəlmisiniz. Bugün 3 müxtəlif içilikdə pirajki hazırlayacağıq. Pirajkinin resepti videoda qeyd olunub, göstərilir. Həmən tərkibdə mayalı xəmiri hazırlayırıq. Südü xəmirə asta-asta tökmək lazımdır. Xəmir yoğrulmağa az qalmış, yəni axırda xəmirə xama və yaxud mayonez qatıb xəmiri yoğururuq. Yumşaq, ələ yapışmayan xəmir alınır və mayalanmaq üçün bir kənara qoyuruq. Həmən müddətdə içikləri üçün lazım olan kartofu, soğanı yuyub, kartofu soyub doğrayıb bişməyə qoyuruq. Soğanı xırda-xırda doğrayıb qızardırıq. Yağ soğan hazırlayırıq. Duz, istiot, ədvalardan istifadə edə bilərsiniz zövqünüzə görə. Qaynamış kartoflar əzilir və üzərinə qızardılmış soğanı əlavə edib qarışdırırıq və içliyimiz, kartoflu içliyimiz hazırdır. Zövqə görə şüyüd də vura bilərsiniz. İkinci içliyimiz qaraciyərdəndir. Qaraciyərin pərdəsi soyulur, yuyulub, qaynadırıq. Ət maşından keçirib, soğan, kök ət maşından keçirilir və birlikdə qızardılır. Zövqə görə üzərinə müxtəlif göyərtilərdən də qata bilərsiniz. İçiklər soyumağa qoyulur və artıq xəmirimiz hazırdır. Xəmirdən kündələr hazırlayırıq. Kündələri yayırıq. İçliyini qoyub, kənarlarına möhkəm büküb forma veririk. Bu kartof içliyidir. Yumşaq, kövrək pirajkilər almaq istəyirsinizsə, xəmiri çox əzmək lazım deyil. Elə əllə açıb içliyini qoymaq lazımdır. İncə biraz davranmaq lazımdır xəmirlə ki, yaxşı köpsün və kövrək olsun, yumşaq olsun. Gördüyünüz kimi mən əlavə undan da istifadə etmirəm. Xəmirimiz yağlı xəmir olduğuna görə asanlıqla forma vermək olur. İkinci içliyimiz bizim pendirli olacaq. Müxtəlif pendirlər, mozzarella, qalan pendiri, kaşar pendiri və biraz da bərk pendir qarışdırılır. Çorkadan keçirilir, pendirli içli olur. Üçüncü içliyimiz isə qaraciyərdən olan içlikdir. Gördüyünüz kimi burada da kündələr yayılır və içlik qoyulub, kənarları bükülür. Mən qaraciyər pirajkisini hazırlayan zaman iki üsuldan istifadə etdim. İkinci üsul da sizə göstərəcəm indi. O üsul da çox gözəl üsuldur. Yəni o üsulla bükən zaman içlik heç vaxt dağılmır. Bunun üçün nə edirik? Xəmirin yarısına qədər içliyi qorub yarıya qədər bükürük. Kənarlarını, qıraqlarını da yaxşı-yaxşı möhkəm bağlayıb
digər kənarını üstünə gətirib forma veririk. Bu zaman içlik elə bilin ki, 2 qatın arasında qalır, içində qalır, daha möhkəm olur. Bir də göstərirəm. İçliyi qoyuruq. Xəmiri yarısına qədər bağlayırıq. Uclarını möhkəmləndiririk və geri qalan hissəsini üzərinə gətirib forma veririk. Bu üsulla cemli bulkaların, şokoladlı bulkaların hazırlanmasında da istifadə edə bilərik. Bişirmə etapına keçirik. Duru yağ qaynayana qədər qızdırılır və pirajkiləri içərisində qızardırıq. Orta ateşdə qızardırıq. Artıq pirajkilər hazırdır. Mən onları özümün hazırladığım gavalı sosu və ketçupla təqdim edirəm. Bu kartoflu içlikdir. Kartoflu pirajki. Pendirli pirajki. Görürsünüz necə dartılır içi. Və ciyərli pirajki. İlin bütün fəsillərində istənilən, yeyilən bir yeməkdir. Buyurun, siz də hazırlayın. Nuş olsun, ağız dadınız heç zaman pozulmasın.